Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Səidə Bəkir qızı, jurnalist həmkarı Xoşqədəm Hidayət qızının proqramında baş verənlərlə bağlı danışıb. Xəbər verilir ki, aparıcı səni axtarılan verilişində iştirak edən Nahidə adlı qadının tapşırıqları yerinə yetirdiyini bildirib. Həmin qadının daha sonra Space TV çalışdığı dövrdə Bəkir qızı ilə əlaqə saxlayıb, ondan kömək istəyib. Xoşqədəm Hidayət qızının verilişindən ayrıldıqdan sonra Space TV-nin qaynar xəttinə səs göndərmişdi ki, Səidə xanım, çox xahiş edirəm, məni Xoşqədəmin əlindən alın. Mən də əməkdaşlardan soruşdum ki, yenidən verilişə çıxırmı? Dedilər, yox, amma onu yenidən çağırırlar. Nahidə deyirdi ki, əslində həmin oğlan onu çox sevirmiş, lakin Xoşqədəm Nahidəyə bildiribmiş ki, elə davran ki, oğlan səni itələsin, sən də xeyir sevəcəksən de, gül aldır.